Bugün sizləri hamiləlik xolestazı haqqında bilgiləndirmək istəyirəm. Hamiləlik xolestazı nədir və nə kimi fəsadları var? Eyni zamanda biz hamilələrdə bu durumu gördüyümüz zaman nə etməliyik? Hamiləlik xolestazı ananın hamiləliyə bağlı olaraq qanda öd turşularının yüksəlməsi, hətta bərabərində bəzən qaraciyər dəyərlərinin, enzimlərinin də yüksəlməsi ilə müşahidə edən və bəbək üçün ciddi sonuçlara səbəb ola biləcək bir patologiyadır. Adətən hamiləliyin son trimestrində, bəzən isə 20-ci həftələrdən etibarən görə bilirik. Özünü daha çox qaşıntı ilə biruzə verir və qaşıntıya səbəb ola biləcək digər xəstəliklərlə qarışa bilir. Bəzən qadınlar bunun ciddiyyətini anlamayıb, yediyi bir şeyə bağlayırlar və ya allergi olaraq qiymətləndirirlər və həkimə müraciət etmirlər. Amma çox sıx görməsək də çox ciddi patologiyaya səbəb ola biləcəyi üçün qaşınma ilə əgər hamiləlikdə qarşılaşmısınızsa, özəlliklə ovuc içi və ayaq altında daha şiddətli olmaq şərtindən qaşınmanız varsa mütləq şəkildə ginekoloqunuza məlumat verin, müraciət eləyin. Və safra asitləri əgər qanda yüksək çıxıbsa və gəbəlik xolestazı diaqnozu təsdiqlənibsə, biz bu pasiyentlərə uyğun dərmanlar təyin edirik və yaxın takib edirik. Hətta bəzən doğumu önə almamız belə gərəkə bilir. Hamiləliyin 37-ci həftəsində, hətta ağır durumlarda daha öncə də hamiləliyi bitirməmiz gərəkə bilir.